Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Fevral ayının 2-si, həftənin bazar ertəsi günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. ABŞ İrandan nə istəyir? Bu sualın cavabına İranın ali dini lideri Ayətullah Xamneyi verməyə çalışıb. Nə deyib dini lider? O bildirib ki, İranda çox cəlbedici yerlər var. İranın nefti, qazı, zəngin mineral ehtiyatları cəlbedicidir. İranın strateji və coğrafi mövqeyi cəlbedicidir. Onun bir çox başqa xüsusiyyətləri də var. İran təbii ki, təcavüzkar və ekspansionist bir dövlətin bunacan atacağı bir ölkədir. Buna görə də onlar İranı ələ keçirmək istəyirlər. Necə ki, keçmişdə ələ keçiriblər. Demək, Ayətullah Xamneyi belə deyib, o bildirib ki, Pəhləvilər dövründə Amerikalılar 30 il İranda mövcud olublar. Onlar resurslara, neftə, siyasətə, təhlükəsizliyə və beynəlxalq münasibətlərə nəzarət edirdilər. Hər şey onların nəzarət altında idi. 30 il ərzində istədiklərini etdilər. Əlləri kəsildikdən sonra geri qayıtmaq, Pəhləvi dövrünün vəziyyətini yenidən yaşamaq istəyirlər. Lakin İran milləti möhkəm dayanıb, özünü qoruyub və bunun qarşısını alıb. Düşmənçilik də elə budur. Mübarizənin mahiyyəti də budur. Qalan söhbətlər insan hüquqları və sair sadəcə boş sözlərdir. Məsələ budur. O tərəf acgözdür. İran isə möhkəm dayanıb və möhkəm dayanmağa davam edəcək. Digər tərəf şər və zülmdən ümidsizliyə salacaq. Yəni, ABŞ tərəfini şər və zülmdən ümidsizliyə salacaq. Xamneyi həm də ABŞ-a xəbərdarlıq da edib ki, əgər savaş başlasa, bu dəfə o regional müharibəyə çevriləcək.